Dreamfest 2026 Beynəlxalq Musiqi Festivalının ikinci günü keçirilib. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, yerli və xarici ulduzlar öz növbəsində gümüşü xalıdan keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar. Tədbirin ikinci günündə iştirak edən xalq artisti Tünzalə Ağayeva imici ilə fərqlənib. İfaçının geyimi onun bəstəkar kimi mahnıya çevirdiyi görkəmli Azərbaycan şairlərinin şeirlərindən seçilmiş misralarla naxışlanıb. Ağ geyiminin üzərində yer alan şeir misraları obrazına həm poetik ovqat, həm də fərqli bir zəriflik qatıb. Bundan yanaşı, libasın üzərində Tünzalə Ağayevanın portreti də əks olunub. Söz və təsvirin ahəng içində qovuşduğu bu xüsusi geyim sənətkarın yaradıcılığının 25 illik yubileyinə ithaf edilib və onun sənət yoluna zərif bir ehtiramın ifadəsinə çevrilib. 5 ay ərzində hazırlanan geyimin müəllifi dizayner Lali Rüstəmova, libasın üzərində əks olunan portret isə rəssam Nərgiz Söyünovaya məxsusdur. Xalq artistinin saç və makyaj üzərində isə stilist Sabir Bağırov çalışıb. Bugünə kimi öz ruhuna, şeirlərə bəstələdiyi mahnılarını geyindirdi. Dillər əzbər olan sənət əsərlərini indi də qürurla daşımağa davam edir. 25 ilin bir ifadəsidir. Bu kostyumun üzərində 5 aydır iş verir. Bugün ben 20 yıl önce yazdığım ilk Mərbət məktub mahnımı yeniden çıkartacağım səhnəyə. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.